Quba rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Konstitusiya və suverenlik çərçivəsində Ali Baş Komandan Prezident İlham Əliyevin sərkərdəliyi ilə qazanılmış şanlı zəfərin 5 ili mövzusunda bayram tədbiri keçirilib. Tədbirdə Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, rayonun digər rəsmiləri, şəhid ailələri və qazilər, idarə müəssisə və təşkilat rəhbərləri, din xadimləri iştirak edib. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin adını daşıdığı Mədəniyyət və İstirahət Parkında Ümmilli İdealin abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb. Daha sonra Quba Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub. Bugün zəfərimizin 5-ci il dönümünü qeyd edirik. Bu münasibətlə bütün şəhid ailələrimizi, qaziləri, bu zəfərin əldə olunmasında öz zəhməti olan bütün igidlərimizi təbrik edirik və zəfərimizin əbədi olmasını diləyirik. Bu zəfərdə öz canları bahasına, torpaqlarımızın müdafiəsinə qalxan igid oğullarımız, onlara Allahdan rəhmət diləyir, qazilərimizə şəfa diləyirik və Azərbaycanın əldə etdiyi uğurları gənc nəsillərimiz bundan sonra da davam etdirsin və vətənpərvər ruhda böyüyən evladlarımızın sayəsində biz zəfərimizi hər zaman daima yaşayaq. Yeni Azərbaycan Partiyasının çoxsaylı üzvləri adından biz də zəfər münasibəti ilə başda Ali Baş Komandanımız, partiyamızın sədri olmaqla bütün Azərbaycan xalqını təbrik edirik. Zəfərimizin əbədi daim olmasını arzulayırıq. Şadlıq Sarayında davam edən tədbirdə çıxışlar zamanı bildirildi ki, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən misilsiz qələbədən 5 il ötür. Azərbaycan xalqının milli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu 44 günlük Vətən müharibəsindəki qələbəmiz bir daha sübut etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində rəşadətli ordumuz şəhidlərimizin və qazilərimizin səyi nəticəsində böyük qəhrəmanlıqlar göstərərək tarixi torpaqlarımızı işğaldan azad etdi. 2023-cü ildə isə bir günlük antiterror əməliyyatı nəticəsində suverenliyimiz bərqərar olundu. Vurğulanmışdı ki, hazırda işğaldan azad olunmuş torpaqlarımızda geniş miqyaslı bərpa quruculuq işləri sürətlə davam etdirilir. Böyük qayıdış proqramı çərçivəsində ardıcıl, uğurlu addımlar atılır. Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb. Tədbir bədii hissə ilə davam edib, şagirdlər və mədəniyyət işçiləri tərəfindən zəfərə və qəhrəman şəhidlərimizə həsr olunmuş ədəb bədii kompozisiyalar və musiqi nömrələri təqdim olunub. Sahib Məmmədli Elçin, Şuşalı Qafqaz TV üçün.